Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındakı qalmaqal səngimək bilmir. Səidə Bəkirqızı Rəqsanənin body geyimdə etdiyi fotosessiyanı sərt şəkildə tənqid edib. Bunun ardınca Rəqsanə İsmayılova sosial şəbəkələrdə aparıcının şəxsi həyatı ilə bağlı iddialar səsləndirib, eyni zamanda Səidə Bəkirqızının atasına ünvanlanan təhqiramiz ifadələr işlədib. Səidə Bəkirqızı isə bu məsələyə görə onu məhkəməyə verəcəyini açıqlayıb. Bu barədə Demokrat AZ aparıcı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb. Aparıcı saytımıza açıqlamasında bildirib ki, artıq hüquqi addım başlayıb. Məsələ ilə bağlı qalmaqal yaratmamışdım. Sadəcə faktları ortaya qoymuşdum. Jurnalist mövqeyimi ifadə etmişdim və bunu edərkən heç kəsi təhqir etməmişəm və nə atasını, nə anasını, nə də şəxsiyyətini alçatmamışdım. Müxtəlif mövzularda dəfələrlə jurnalist mövqeyimi açıq şəkildə ortaya qoymuşam, lakin o məni təhqir etdiyi, barəmdə böhtan və ağır ittihamlar səsləndirdiyi və bunları sosial şəbəkələrdə yaydığı üçün artıq hüquq mühafizə orqanlarına müraciət etmişəm. O deyib ki, bu gündən etibarən məhkəmə proseslərinə başlanılacaq. Onunla yalnız hüquqi müstəvidə Azərbaycan qanunlarına əsaslanaraq danışacağam. Sosial şəbəkələrdə ona heç bir cavab verməyəcəyəm. Ancaq haqqımda yayılan bütün yalan məlumatlara, atamın və babamın təhqir olunmasına, övladlarımın alçaldılmasına, eləcə də keçmişimlə bağlı yayılan əsassız iddialara görə o qanun qarşısında cavab verəcək. Xüsusi olaraq qeyd etdim ki, bu məsələ nə üzr istəməklə, nə də hər hansı təzminatla bağlanmayacaq. Mən birmənalı şəkildə onun həbs olunmasını tələb edəcəyəm, çünki bu açıq-aşkar böhtan və təhqir faktıdır.